Salamlar, necəsiz? Bugün hava çox qəşəng idi. Yollandım birinci mağazinə, güya diyeta dayanmışam kimi özümə dietik piçeni aldım. Bu mənim xalam oğlu Xəzərdir və biz yollanırıq hara? Natural parka. Parka gedən yolda çox qəşəng mənzərəli yerlər var idi. Hansı ki, həyət evləri sırf ora panorama açılırdı. Çox bəyəndim. Özünüz videoda görəcəksiniz. Gördüyünüz bu isə meşənin ortasında olan bir teatrda, hansı ki əvvəllər fəaliyyət göstərdi. Bu dəfəki vloqumda istədim ən çox meşədə olan səslər, təbiətin səsindən biraz zövq alasınız. Ümid edirəm zövq ala bildiniz və keçək ən maraqlı yerinə. Bir Azərbaycanlı olaraq qəşəng, kəkotulu, mixəyli və hillə olan çaylar gətirmişdik özümüz üçün. Burada indi özümüz üçün süfrə açacağıq. Mən də bu zero piçenimi sizə göstərirəm ki, yəni əmin olun ki, mən diyetadayam və qəşəng yerə sərdik öz süfrəmizi. Süfrəmiz deyəndə nə edirsə bilmirəm. Sərdik ora. Yenə bu piçeni ilə göstərirəm sizə. Bilmirəm nəyə görə. Və oturduq, qəşəng çayımızı içdik, zövq aldıq. Dadlıdır? Dadlı. Yazıqdır mən Azərbaycan gəllərim. Parkdan evə ayaqla gəldik. Belə asan gəlməyimizə baxmayın. Dəhşət uzun və eniş yoxuşlu yollar idi. Burada Real Sociedadın stadionu idi. Sizə stadionu göstərdim. Çıxdıq evə, hazırlaşdıq və gedirik haraya? Saunaya. Keçib sat.
Çox qəşəng dincəldik, hazırlaşdıq, getdik evə. Bugün o qədər çox yoruldum ki, videonun davamını çəkə bilmədim. Evə gedib 2 cür pizza hazırlamışıq, çox qəşəng nahar elədik. Və vloqumdan bu qədər. Çalışacağım sizin üçün daha uzun vloqlar çəkim. Və hansı tipajda vloqlar istəyirsiniz, onları da mənə yazsaz çox sevinərəm. Dəstəyiniz üçün hər birinizə təşəkkür edirəm.